Salam, hər vaxtınız xeyir olsun. Özünə dəyər. Özünə dəyər nədir? Əslində, özünü dəyər, özünü danlamamaqdır. Belə deyək. Deyək ki, övladınızmı və ya qonaq getmisiniz orada mı, kimsə və ya restoranda oturmusunuz, bilmədən uşaq stəkanı vurur, qırır. Ya əlindən düşür, ya nəsədən. Həmin an uşağın xətrinə dəymirsiniz. Eybi yox, canın sağ olsun. Olan şeydir, tək ki cana gələn mala gəlsin deyirik. Amma bunu özümüz eləyəndə nə edirik? Özümüzü danlayırıq. Topal idin, diqqətli olardın da. Görürsən, əlinə salırsan, cəmaata ziyan verirsən, hara getsən, özünlə bərabər ancaq ziyan vericilik eləyirsən. Bu cürünə və başqa cürə özünüzü tənqid edirsiniz. İşte bu yaxşı bir şey deyil. Özünüzü alçaldıb başqasını yüksəltməyin. Çünki öncə yüksələn sizsiniz. Yüksəkliyin özü sizsiniz. Dəyərin özü sizsiniz. Siz bir möcüzəsiniz. Ona görə ilk öncə özünüzə dəyər verin. Özünüzü sevin. Ondan sonra ətraf hamısı öz qaydasına düşəcək.